ölkədə deməli küləkli və yağıntılı hava şəraiti deməli hökm sürür. Faktiki hava belədir və bununla bağlı bizə ətraflı deməli növbəti günlərdə və dəqiqə saatlarda hava necə olacaqdır? Ətraflı məlumatı bizə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Leyla Mədətova ətraflı məlumat verəcəkdir. Buyurun, söz sizdədir. Salam, hər vaxtınız xeyir. Bəli, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Dağlıq ərazilərdə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Quba, Sarıbaş, Lerikdə qar, digər əksər bölgələrdə isə yağış yağır və küləkli hava şəraiti müşahidə olunur. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 metr/saniyədə güclənir. Dənizdə dalğanın hündürlüyü isə Neft Daşları Stansiyasının məlumatına əsasən 3,8 metrə çatır. Və qeyd edim ki, bugün də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyin əsəcəyi gözlənilir. Artıq fevralın 5-ci səhər saatlarından küləyin tədricən mülayimləşəcəyi proqnozlaşdırılır. Hava şəraiti isə bugün ara bir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntıların sulu qara keçəcəyi ehtimal olunur. Fevralın 5-də isə hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimal olunur. Havanın maksimal temperaturu 2-4 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraitinin fevralın 5-i gündüzədək davam edəcəyi gözlənilir. Belə ki, bəzi yerlərdə ara bir yağıntı olacaq, qar yağacaq, ayrı-ayrı bölgələrdə yağıntıların intensiv olacağı ehtimal olunur. Artıq fevralın 5-i gündüz saatlarında yağıntılar tədricən kəsiləcək, 6-sında əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Ara bir güclənən qərb küləyi əsəcək. Havanın maksimal temperaturu mərkəzi Aran rayonlarında 7-12 dərəcə isti, dağlarda isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Və sonda qeyd edim ki, gözlənilən hava şəraiti ilə əlaqədar yağıntılı və qarlı hava şəraiti ilə əlaqədar əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı da ehtimal olunur. Təşəkkür edirik məlumat üçün və biz sizə hava ilə bağlı bu qədər məlumat çatdırdıq və bir şey də qeyd edək ki, küləkli hava şəraiti bəzi deməli rayonlarda fəsadlara səbəb olub ki, Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına əsasən onların qaynar xəttinə 34 müraciət daxil olub ki, bununla da bağlı sizə növbəti buraxılışlarımızda ətraflı məlumat verəcəyik.